Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə Azərbaycan Respublikasının qoruqlarının və milli parklarının hansı rayonlarda yerləşdiyinə baxacağıq. İlk öncə biz qoruqla milli parkın oxşar və fərqli xüsusiyyətlərinə baxaq. Qoruq və milli parkın oxşar xüsusiyyəti ondan ibarətdir ki, hər ikisində müəyyən komponentlər qorunur və hər ikisində təsərrüfat işləri qadağan olunur, lakin elmi tədqiqat məqsədi ilə bura giriş olar. Milli parkın qoruqdan digər fərqi isə ondan ibarətdir ki, milli parklarda müəyyən hissələrində insanların istirahətinə icazə verilir. Amma qoruqlarda ümumiyyətlə yalnız elmi tədqiqat məqsədi ilə girişə icazə verilir. Gəlin ilk öncə hansı qoruğun hansı rayonda yerləşməsinə baxaq. İlk öncə Zaqatala Dövlət Qoruğu. Deməli, Zaqatala Dövlət Qoruğu Balakən və Zaqatala rayonları ərazisində yerləşir. Və bu qoruqda Böyük Qafqazın həm meşə, həm də dağ çəmən landşaftları, həmçinin burada yerləşən fauna və florası ilə birlikdə qorunur. İkinci bir qoruğumuz Qax rayonu ərazisində yerləşən İlisu Dövlət Qoruğu. İlisu Dövlət Qoruğunda Böyük Qafqazın cənub yamaclarının heyvanat və bitki aləmi burada qorunur. Digər bir qoruğumuz Qarayazı Dövlət Qoruğu. Qarayazı Dövlət Qoruğu Ağstafa rayonu ərazisində yerləşir. Və burada bilirik ki, Kürd çayının ətrafında düzən meşələr formalaşır. Biz bu meşələrə Tuqay meşələri deyirdik. Tuqay meşələrin qorunması məqsədi ilə Qarayazı Dövlət Qoruğu yaradılmışdır. Samux rayonu ərazisində Eldar Şamı qoruğu yerləşir. Və Eldar Şamı qoruğunda elə endemik və relik bitki olan Eldar Şamı qorunur. Mingəçevir su anbarının ətrafında bilirik ki, Bozdağ təbii kompleksi yerləşir və bu Bozdağın qorunması məqsədi ilə Goranboy rayonu ərazisində Korçay Dövlət Qoruğu yaradılmışdır və burada Bozdağın təbii landşaftları qorunur. Türyançay Dövlət Qoruğu. Türyançay Dövlət Qoruğu Ağdaş, Qəbələ, Göyçay, Yevlax ərazilərində yerləşir və bu ərazidə də bildiyimiz kimi Türyançay ərazisində arid quru meşələr qorunur. Daha sonra Laçın rayonu ərazisində Qaragöl Dövlət Qoruğu. Burada Qaragöl özü və onun ətrafında olan təbii komplekslər təbii ki, Qaragöl Dövlət Qoruğunda qorunur. Şirvan Dövlət Qoruğu. Şirvan Dövlət Qoruğu Salyan və Neftçala rayonları ərazisində yerləşir və bu qoruqda həm su quşları, həm də ceyranlar qorunur. Zəngilan rayonu ərazisində Bəsisçay Dövlət Qoruğu. Zəngilan rayonu ərazisində yerləşən Bəsisçay Dövlət Qoruğunda Şərq çınarı meşələri qorunur. Daha sonra Bakı və Abşeron ərazisini əhatə edən Bakı və Abşeronun Palçıq vulkanları qrupunda 52 dənə Palçıq vulkanı qorunur. Azərbaycanın milli parklarına keçid etsək,